Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbulu Şənlik kəndində keçirilib. Qəbulda çıxış edən icra başçısı kənd təsərrüfatı sahəsindəki mövcud vəziyyətə toxunub. O, hazırda rayonda taxıl biçini ilə bağlı müəyyən çətinliklərin olduğunu və əraziyə əlavə texnikalar cəlb edilməsinə baxmayaraq kombayn çatışmazlığının yaşandığını qeyd edib. Hazırda bu istiqamətdə işlərin davam etdiyini bildirən icra başçısı taxıl biçininin növbəlilik prinsipi əsasında təmin olunacağını vurğulayıb. Rafil Hüseynov həmçinin pambıqçılara suvarma işlərinin düzgün və səmərəli aparılması ilə bağlı müvafiq tövsiyələrini verib. Daha sonra çıxış edən kənd sakinləri onları narahat edən bir sıra problemləri diqqətə çatdırıblar. Müraciətlərdə əsasən kombayn çatışmazlığı səbəbindən buğda biçininin gecikməsi, kənd məktəbinin qarşısında nəqliyyat vasitələrinin yüksək sürətlə hərəkət etməsi və yaranan təhlükəli vəziyyət, kənddə elektrik enerjisinin verilişində tez-tez fasilələrin yaranması və digər məsələlər qaldırılıb. İcra başçısı qaldırılan hər bir məsələyə diqqətlə yanaşaraq aidiyyəti üzrə tapşırıqlar verib. Bildirilib ki, ərazidə öncə arpa biçini yekunlaşdırılacaq, bundan sonra buğda biçininə başlanılacaq. Məktəbin qarşısında hərəkətin təhlükəsizliyi məsələsinə toxunan icra başçısı yolda sürəti azaltmaq məqsədi ilə 2 nöqtədə süni maneələrin quraşdırılmasının mümkünlüyünü qeyd edib. O, həmçinin rayon polis şöbəsinin rəisindən sözügedən ərazidə yol hərəkəti təhlükəsizliyinə nəzarətin gücləndirilməsini xahiş edib. Kənddə elektrik enerjisinin kəsilməsi və digər problemlərin araşdırılması və qısa zamanda həll olunması üçün aidiyyəti qurum rəhbərlərinə də konkret tapşırıqlar verilib. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.